Leriş rayonu Respublikada arıçılığın daha çox yayıldığı bölgələrdən biridir. Buna səbəb isə lazımi təbii şəraitin olmasıdır. Rayonda istər meşə massivinin, istərsə də otlaq sahələrinin çoxluğu arıçılığın geniş vüsət almasına şərait yaradır. Elə bu mövsümdə fermerlər arı yuvalarından yüksək keyfiyyətli və bol məhsul gözləyirlər. Arının işi sırf tərbiyətlə bağlı olduğuna görə hal-hazırda da arıların vəziyyəti keçən ilə nisbətən daha yaxşıdır. Yəni keçən il hava şəraitinin isti keçməsi məhsuldarlığın az olmasına səbəb olmuşdur. Bu il isə daha yüksək məhsuldarlıq gözlənilir. Mart ayından aktivləşən arı ailələrindən artıq yaxın günlərdə ilk məhsulu, may balını götürmək mümkün olacaq. Lakin bu balın qatılığı və miqdarı az olduğu üçün fermerlər əsas məhsul yığımı kimi iyul ayını gözləyirlər. Mayın sonuna qədər əsasən bunlar da arı ailələrində balalanma dövrüdür, belə sayılır. Çünki həmin dövrlərdə onlar əsas, yəni baldan çox bala artırımına çox üstünlük verir arı. Amma may ayından sonra başlayır daha çox bal yığmağa. Ona görə də may balı yeşiklərdə az olur. Qeyd edək ki, yuvalarındakı çərçivələrin sayından asılı olaraq iyulda bir arı ailəsindən 10-20 kiloqram məhsul götürülür. Mayda əldə edilən balın miqdarı isə təxminən bunun yarısı qədər olur. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lerik.